Sabahınız xeyir, işe gedirəm. Çantamı, yemək çantamı götürmüşəm. Həm də bu arada biraz gəzmiş də oluram. Hava çox qəşəngdir. Düzü xəstələnmişəm, amma yenə də. İşdəyim uca. Bu işdəki mətbəximizdir. Çay süzüm, şərəsə. Əslində kofe istədim. Buranı təmizləyəcəm. Amma nədənsə çay götürüm. Dolça gücü olduğunu demədən göstər. Silək buraları təmizləyək. İşte hər gün ekran dəyişir və bu səfər də ekranda Almaniya göstərilmişdi. Hətta kompüter belə bilir ki, mən xaricə istəyirəm. Deməli, növbəti gündən vlog çəkirəm sizlərə. Nə göstərmək istəyirəm? Biz iş yoldaşım qızla danışanda mənim saçlarım bir damcı ağarıbdı. Ona görə də bunu mənə gətirdi ki, bəs saçına biraz tədbiq eləyəcəksən, saxlayacaqsan və qaralacaq. Yəni bu kraska deyil, bunu səhv etmirəmsə şampundur. Şeydən sifariş eləmişdik, Trendyoldan ya Temudan, neysə bu belə. Daha sonra belə bir maskanı tətbiq eləyəcəm saçlarımın ucuna. Çox gözəl maskadır bu, qızlar, həqiqətən də. Saç uclarınızda tətbiq edirsiniz, 20 dəqiqə saxlayırsınız, amma təmiz və nəm saçların ucuna. Sonra isə yuyursunuz. Çox qəşəng bir maskadır. Bunu rəylərdə soruşmuşdunuz. Gözləyin, sizə göstərməyəcə bir şeydir. Baxın, belə bir şeydir. Çox qəşəngdir. Bunu çox bəyəndim. Səhv etmirəmsə bacım bunu mənə Rozmandan almışdı. Ad günü hədiyyəsi. Bu bitəndən sonra mütləq bundan yenə alacağım. 5-ci gün, yəni 6 mart, şirkət bizim 8 martımızı təbrik elədi. Mən də buradan hər bir qadının 8 mart bayramını təbrik eləyirəm. Uzun ömür, can sağlığı, ən əsası da qadın xoşbəxtliyini arzu edirəm. Hər birinizə hər zaman gözəl, təravətli qalın. Deməli, işə ilk gələndə stolumuzun üstündə artıq hədiyyələr var idi. Bunu da bizim iş yoldaşlarımız, oğlanlar atışıb hər birimizə hədiyyə eləmişdilər. Çox maraqlı hədiyyə idi. Daha sonra getdik spa salonundan belə bir hədiyyəmizi götürdük və iş yoldaşım Günay da bizə sağ olsun qəşəng bir tsipoçka hədiyyə elədi mənə və belə. Hədiyyələrimizə işdə gəlin baxaq bir yerdə. Bunlar 8 mart hədiyyələrimizi bizə veriblər. Deməli, birinci bundan başlayayım. Dedim işdə göstərim sizə hədiyyələrini. Belə məncə daha maraqlıdır. Bunu iş yoldaşım qız bizə hədiyyə edibdi. Günay, çox qəşəngdir. Buna çoxdan da istəyirdim. Bu birinci hədiyyəmiz. İkinci hədiyyə bunu bank hədiyyə edibdi. Gəlin baxaq içində nələr var. Ceylon, spa Ceylon. Her şey düştü. Bakın belə bir şey. Çok qəşəngdir. Burada belə duş geli, sprey, bir de krem. Belə. Bir de onun içinde belə bir atkritkalar var idi. Çok qəşəngdir. Daha sonra bu hədiyəmiz. Bunu da bizə işdəki oğlanlar hədiyyə ediblər yarışıb. Çox qəşəngdir. İndi baxın, Antalya gələndə görəcəksiniz. Çox qəşəngdir. Bunun detayına baxın. Möhtəşəm deyə. Çox qəşəngdir. Gəlin bir baxaq görək nələr var. Əl işidir bu. Bu da bütün hədiyyələrim. Çox bəyəndim həqiqətən hər birini.
Bəs sizin 8 mart bayramınız necə keçibdi? Mütləq rəylərdə bildirəsiniz. Ümid edirəm ki, hər birinizin günü çox xoş və uğurlu keçib. Və hər zaman olduğu kimi mən yenə diyetdəyəm və həmən günü biz dedik ki, gedəyin gecə Genatsvali restoranda oturaq. Orada isə çox dadlı mantılar, hər bir şey olur. Mən isə dedim ki, yox, mən mantı yeməyəcəm, çünki mən diyetdəyəm və həqiqətən də özümlə qürur duyuram, çünki heç mantı yemədim. Sadəcə xırt-xırt badımcan sifariş elədim. Onu tam olaraq yedim. Stolun üzərində nə var isə, məsələn, biraz salatdan götürdüm. Səhv etmirəmsə, xaçapuri də yedim bir dənə və xırt-xırt badımcan gördüyünüz kimi çox ləzzətli idi və bol idi. Elə onu yedim, o qədər doydum ki, həqiqətən yaxşı ki, mantını sifariş eləmədim. Ciddi eləmədim. Həmən günü mən həm də gün ərzində heç nə demək olar ki, yeməmişdim ki, axşam yesəm bu mənə kalori gətirməsin ki, kalori gətirmədi həqiqətən. Gün ərzində 2 dənə soyudulmuş yumurta yedim, bu qədər. Daha sonra mən düşündüm ki, sadəcə oturacağıq, yemək yeyəcəyik, amma biz həm də bol-bol əyləndik, oynadıq, nəyi var. Və mən bir neçə həftə bundan əvvəl xəstələnmişdim və düşündüm ki, oynamayacağam, mənə soyuq olacaq və s. və qalın vadalaska geyindim. Bilsəm geyinməzdim, çünki oynadım, çox tərlədim və rahat daha sonra davam edə bilmədim oynamağa, amma çox əyləncəli bir vaxt keçirdik. Hətta ətrafımızdakı xanımlar da çox yaxşı idi. Onlar da qoşulurdu biz oynayanda və belə bir möhtəşəm bir gün keçdi. Çox əyləncəli və maraqlı idi. Hər kəsə salam. Bir daha vlogu çəkirəm və vloqum qısa alınıb, ona görə davamını gətirirəm. Bugün 8 martdır. Mən çıxacağım, sadəcə gəzəcəm, elə belə hava soyuqdur deyə. Həm də ki, mən niyə çıxıram? Səhərin lap tezində. Çünki istəyirəm arıqlayım. Ona görə də gün ortalar, axşam falan çox soyuq olur. Özüm, yəni indi papaq taxacam, şərf, qalın kofta və cinsimi. Belə. Deməli, sizinlə belə bir kremi də bölüşmək istəyirəm. Bunu yeni almışam. O qədər gözəldir ki, baxın burada ton bərabərləşdirici yazılır. Koreya məhsuludur. Mən burada mütləq aldığım səhifəni Instagramdan qeyd eləyəcəm. Oradan sifariş edirəm. Uzun müddətdir ki, həqiqətən də orijinal kremlər gəlir və bu da özü çox gözəldir. Mən ümumiyyətlə Centella markasını çox bəyənirəm və bu da nəmləndiricim. Bunu çəkib gedəcəm. Bu arada dırnaqlarımı da gərək manikür eləyim. Bugün dırnaqlarıma fikir verməyin. Belə. Rozmandan alışverişlər elədim. Deməli, burada Gidrafil yağdır. Bacım üçün almışam. Sonra maskalardır və s. Belə bir maskadır. Rus bayramı yaxınlaşır deyə çöldə belə qəşəng səmənlər var idi. Daha sonra biraz mağazaları gəzdim. Olivia Bahar Store dedim, özümə biraz hədiyyə eləyim. Bu maya sabunu gördüm. 2 manat 88 qəpiyə idi. Hətta 450 millidir. Ona görə dedim, bunu mütləq alım, sınayım. Çoxdan da özümə qəşəng daraq almaq istəyirdim və bu lip balmları çox bəyəndim rəngini. Dedim, birini özümə, birini də bacıma alım. Daha sonra getdim kargoya. Gözləyirəm kargoya götürməyə. Mən biraz tez gəlmişəm, saat 10-da açılır. İşçilərlə bir yerdə gəlib kargomu götürəcəm. Dedim, gəlin buraları gəzim və takas göstərim nələr almışam. Məncə evdən göstərim. Evdə göstərməkdənsə burada daha maraqlı olar. Deməli, baxın, belə bir daraq aldım. Bundan çoxdan da istəyirdim almaq. Daha sonra belə bir sabun aldım. Bu maya sabundur. 450 milli. Çox yaxşıdır. 2 manat 88 qəpiyə idi. Bahar Store'dan almışam. Və bir də 2 dənə bundan aldım. Eveline'ın belə lip glossunu. Birini bacıma, birini də özümə. Belə, ay, düşdü. Yerə düşməsə yaxşı. Neyse. Rozmandan isə maska. Daha sonra marketdən saqqız. İndi eləyirəm, səsim gəlir. Bu bacımındır, Gidrafil yağdır. Deyəsən bitdi, yox. Orada bir dənə də saqqız var və və belə bir deodorant. Belə. Bu da mənzərəm.
Belə çəkim sizlərə buraları. Səhər-səhər heç kəs də yoxdur. Daha doğrusu var imiş. Baxın, burada otları təmizləyirlər. Elə gözəl qoxu var ki, səhər-səhər. Yəni sizə ötürə bilməyəcəm, amma məncə məni başa düşdünüz. Tərtəmiz hava. Gəlin sizə bir life hack öyrədim. Deməli, bir dənə kartuşkanı götürürsünüz və bunu nə üçün götürürəm? Çorkanın baxın bu hissəsindən rəndələyirsiniz. Deyirəm, rəndələyirsiniz, düz dedim də. Hə, bunu nə üçün edirəm? Bunu rəndələyəndən sonra bunun kraxmalı da töküləcək kartuşkanın və göz altınıza yarım saat qoyursunuz maska kimi, yəni sadəcə kartuşkanı və gözünüzün altı həqiqətən ağarır. Həftədə 2 dəfə eləsəniz göz altınızdakı qaraltılar gedəcəkdir. Bu həqiqətən də Dədə Baba üsuludur. Çox keyfiyyətli və çox köməkli. Üzərindən daha sonra gözünüzün altını yuyarsınız və göz altı, məsələn, patçı da qoya bilərsiniz və ya krem. Ən yaxşısı krem çəkin və belə düşünürəm ki, çox yaxşı bir şeydir. Kartuşka artıq biraz elə bir ki şey olmuşdu, yumuşalmışdı, hətta baxın, hiss olunur. Ona görə dedim ki, bunu atmaqdansa, baxın, bir kartuşkaları götürün gözünüzün altına, qəşəng tətbiq edin. Bu qədər bəsdirmi? Məncə bu qədər bəs eləyər də yəqin ki. Belə gözünüzün altına mütləq belə qoyun. Yarım saat uzanın, YouTube-a, TikTok-a baxın, videolarıma baxın, like atın, yorum yazın və mənə çox sağ ol deyəcəksiniz. Hətta əvvəllər mən buna gözümün altına hansısa bir yağı da əlavə edirdim. Bununla belə qarışdırırdım. Yadımdan çıxdı, ona görə indi yenə şey edirəm. Sadəcə kartuşkanı gözümün altına tətbiq edəcəm. Bu arada həqiqətən dırnaqlarım çox pis vəziyyətdədir. Onu şey eləyəcəm, manikür eləyəcəm özüm. Belə.